Salam, hər vaxtınız xeyir olsun. Hazırda Avropanın ilk YMWF hava tərəqqatları mərkəzinin model proqramlarının yenilənmiş məlumatlarının təhlilləri ilə tanış oluruq. Hazırda bu modelə biz baxanda görürük ki, xüsusilə də atmosfer təzyiqinin orta troposferdə və troposferin aşağı qatlarında yenidən Qafqazın Cənubi Azərbaycan ərazisində aşağı enməsi nəticəsində mart ayının 30-u və 31-də Azərbaycanın xüsusilə də şimal-qərb rayonlarında, şimal rayonlarında və şimal-şərq rayonlarında arabir şimşək çaxması, lokal, qısa müddətli, lakin intensiv leysan xarakterli yağışların yağması gözlənilir. Proses xüsusilə də mart ayının artıq 31-də Azərbaycanın şimal-şərq rayonlarında, xüsusilə də Quba, Qusar, Xaçmaz, Şirvan, eyni zamanda Xızı, Siyəzən, Dağlıq Şirvan arasında yağıntıların yenidən qısa müddətli leysan xarakterli olması nəticəsində əvvəlki günlərdə sel daşqının müşahidə edildiyi ərazilərdə yenidən leysan yağışların yağması nəticəsində artıq torpaq qatı bu yağışa, suya doyub və yeni yağışların təsirindən artıq əvvəlki dövrlərdə su basmaya məruz qalan ərazilərdə yenidən su basmanın təkrarlanması və hazırda su olan ərazilərdə isə daha da su basmanın artması ehtimalı var. Bu prosesə daha da geniş olaraq nəzər salsaq biz görərək ki, xüsusilə də Avropanın ilk YMWF hava tərəqqatları mərkəzinin model proqramlarının yenilənmiş məlumatlarının təhlillərinə əsasən xüsusi ilə də artıq yağıntı parametrlərini biz diqqətlə izləyəndə görürük ki, mart ayının artıq 30-u və 31-də Qafqazın Cənubi Azərbaycan arasında atmosfer təzyiqinin yenidən xüsusilə də Azərbaycanın şimal-qərb, şimal-şərq rayonlarında aşağı enməsi gözlənir. Yəni həm troposferin orta qatlarında, həm də troposferin aşağı qatlarında atmosfer təzyiqində azalma fonunda yağıntıların Azərbaycanın şimal və qərb rayonlarında yenidən qısa müddətli leysan xarakterli olması ehtimalı var. Bu proses nəticəsində xüsusi ilə də mart ayının 30-u artıq günün birinci yarısından başlayaraq əvvəlcə Naxçıvan ərazisində və Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gəncə, Mingəçevir, Gölcük, Gönabəy ərazilərində eyni zamanda Kiçik Qafqazın Daşkəsən, Gərəbəy, Kəlbəcər, Şuşa, Laçın, Xankəndi, Zəngəzur, Zəngilan ərazisində eyni zamanda və bu prosesin sonrakı inkişafı nəticəsində artıq mart ayının 30-u axşama doğru və martın 31-i gün ərzində bu prosesin artıq Böyük Qafqaz ərazisində, yəni Böyük Qafqazın Balaçan, Zaqatala, Şəki, Qax, Oğuz, Qəbələ, İsmail, Şamaxı, Xızı, Quba, Qusar, Xaçmaz, eyni zamanda Dağlıq Şirvan ərazisində yenidən havada buludluğun artması, arabir yağış yağması, yağıntıların lokal xarakterli, intensiv leysan şəklində müşahidə edilməsi, dolu yağması, şimşək çaxması ehtimalı var. Hazırda artıq 2026-cı ilin yaz-yay gürsüzlük dövrünə doğru yaxınlaşırıq. Bu dövrdə xüsusilə də Böyük Qafqazın və Kiçik Qafqazın yüksək dağlıq ərazilərində yığılmış qarın artıq əriməyə başlaması müşahidə edilir faktiki olaraq və bu əriyən qar suları ilə qarışan leysan xarakterli yağışların sularının xüsusilə də çaylarda sululuğun kəskin artmasına səbəb olması gözlənir. Bu proses şirin suyun artması mənasında müsbət amil olsa da, lakin çay yataqlarına yaxın olan xüsusilə də təsərrüfat sahələrinə ziyan dəyməsi ehtimalı var, bəzi tikililərin zərər görməsi ehtimalı var və bu yağıntıların bəzi hallarda isə lokal xarakterli şiddətli yağması gözlənir ki, bu da xüsusilə də əvvəlki günlərdə Böyük Qafqazın şimal-şərqində Quba, Qusar, Xaçmaz, Xızı, Siyəzən, Dağlıq Şirvan arasındakı çay yataqlarına yaxın olan ərazilərdə su basmaya məruz qalan yaşayış məntəqələrdə yenidən su basmanın təkrarlanması ehtimalı var. Bugünkü təhlillərə əsasən bu sistemin Bakıya daxil olması ehtimalı mart ayının 31-i günün ikinci yarısında bu buludların bəzi qollarının Bakı ətrafına daxil olması nəticəsində mart ayının 31-i gün ərzində Bakıda qısa müddətli yağış yağması, şimşək çaxması ehtimalı var. Mart ayının 30-da bu prosesə diqqətlə baxanda biz görürük ki, xüsusilə də əvvəlcə Naxçıvan ərazisində, Gəncə, Qazaxda, Kiçik Qafqazın Daşkəsən, Gərəbəy, Kəlbəcər, Şuşa, Laçın, Xankəndi, Zəngəzur, Zəngəzur, eyni zamanda Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gəncə, Mingəçevir, Gölcük, Gönabəy ərazilərində, xüsusilə də Gəncə, Qazax ərazisindəki model analizlərə əsasən intensiv xarakterli topa yağış buludlarının inkişafı üçün münbit sinoptik şəraitin yaranması gözlənir. Artıq mart ayının 30-u artıq günün ikinci yarısına doğrusa bu sistem artıq Böyük Qafqazın Balaçan, Zaqatala, Şəki, Qax, Oğuz, Qəbələ, İsmail, Şamaxı, Xızı, Quba, Qusar, Xaçmaz və Dağlıq Şirvan arasına doğru yaxınlaşması gözlənir. Mart ayının 30-cu gün ərzində arabir şimşək çaxması, lokal leysan xarakterli intensiv yağışın yağması, yüksək dağlıq kəndlərdə yağışın sulu qara və qara getməsi ehtimalı var. Bu proses mart ayının 31-də də davam edəcək. Mart ayının 31-də isə artıq daha çox
Gəncə Qazax ərazisində və Kiçik Qafqazda, Naxçıvanda yağıntılar səngisə də, daha çox mart ayının 31-də Böyük Qafqaz ərazisində və Böyük Qafqazın şimal-şərqində, yəni Böyük Qafqaz ərazisində, Böyük Qafqazın Balakən, Zaqatala, Şəki, Qav, Oğuz, Qəbələ, İsmail, Şamaxı, Xızı, Quba, Qusar, Xasmaz, Dağlıq Şirvan ərazisində artıq mart ayının 31-dəki yağıntıların daha çox Böyük Qafqazın şimal-şərqində aktiv olması gözlənir. Nəticədə əvvəlki dövrlərdə su basmaya məruz qalan ərazilərdə yenidən su basmalarının təkrarlanması ehtimalı var. Ümumilikdə dünya praktikasında artıq iqlim dəyişikliyi nəticəsində bir sıra inkişaf etmiş ölkələr artıq gözlənilən ani hava dəyişikliyinin daha da diqqətlə izlənilməsi üçün xüsusən də ciddi bir maliyyə ayrılır bu sahələrə və elçin xəbərdarlıq sistemləri artıq inkişaf etmiş ölkələrdə dünya praktikasında qurulub və Azərbaycanda da bu elçin xəbərdarlıq sistemlərinin tezliklə tam olaraq bu sistemin qurulması və istifadəyə verilməsi çox vacib sayılır. Çünki 2026-cı ilin, yəni çox uzağa gitməyə dəyməz, 2026-cı ilin yaz-yağmurluq dövründə qlobal amillər bu proseslərə təsir edir ki, Qafqazın cənubundakı yağıntılarda bir xeyli artım ehtimalı var. Yəni 2025-ci ilin yaz-yağmurluq dövrü ilə müqayisədə 2026-cı ilin yaz-yağmurluq dövründə Azərbaycan ərazisində, Qafqazın cənubunda yağıntılarda artım ehtimalı var. Xüsusilə də bu proseslərə təsir edən bir çox qlobal amillər var. La Nina proseslərindən El Niño proseslərinə sərt keçid müşahidə edilir və 2026-cı ilin aprel, may, iyun, iyul, avqust və 2026-nın payız dövründə bu La Nina proseslərinin tamamilə zəifləməsi El Niño'nun hətta Super El Niño proseslərinin səbəb olması gözlənir. Nəticədə Super El Niño olan dövrlərdə xüsusilə də Orta Şərq ölkələrində, Qaradəniz ərazisində, Xəzər ölkəsi ölkələrində yağıntılarda bir xeyli artım müşahidə edilir. Bu proses, faktiki olaraq bu prosesin ilkin siqnallarını biz görürük. Nəticədə ümumi olaraq bu qənaətə gəlmək olaraq ki, 2026-cı ilin yaz-yağmurluq dövründə və 2026-cı ilin payız leysanları dövründə Qafqazın cənubunda yağıntıların çoxillik göstəricilərlə müqayisədə dəfələrlə çox yağması ehtimalı var. Xüsusilə də Gəncə Qazaxda, Böyük Qafqaz ərazisində, Böyük Qafqazın şimal-şərqində və Abşeron ərazisində yağıntılarda artım ehtimalı var. Xüsusilə də Aralıq dənizinin şərqində formalaşması gözlənilən, yəni artıq bu yaz-yağmurluq dövründə və 2026-cı ilin payız dövründə Aralıq dənizinin şərqində, şərq rayonlarında formalaşması gözlənilən ekstratropik tipli subtropik siklonların Qafqazın cənubuna daxil olması fonunda bu sistemin xüsusilə də trayektoriyası Xəzər hövzəsi ərazisindən keçərək, yəni Xəzərin cənubundan mərkəzi və şimala doğru keçərək Xəzər dənizindəki su səviyyəsi azalması müşahidə edilsə də Xəzər dənizindəki su temperaturlarında artım müşahidə edilir və bu 100 km-dan keçən ekstratropik siklon sistemləri daha da qısa müddətdə güclənir, şiddətlənir və topa yağış buludlarının intensiv, güclü və şiddətli inkişafı üçün münbir sınaqlı şəraitin yaranması müşahidə edilir. Bu prosesləri biz faktiki olaraq 2025-ci ilin aprel ayının 15-i və 16-sında, eyni zamanda 2026-cı ilin mart ayının 27-ci və 28-sində faktiki olaraq gördüyünüz ki, həqiqətən də Aralıq dənizinin şərqindən gələn ekstratropik siklon sistemi Xəzər dənizindən keçərək Xəzər dənizi ərazisində daha da şiddətləndi və xüsusilə də artıq Xəzər dənizinin şimal və mərkəzi hissəsində aktiv olaraq Böyük Qafqazın şimal-şərq yamaclarında ən çox da Abşerona rekord miqdarda bir yağıntının yağmasına səbəb oldu. Mart ayının 27-ci və 28-sində Abşeronda yağan yağıntının miqdarı çoxillik göstəricilərdən 5, 6, hətta bəzi ərazilərdə 7 dəfə çox oldu ki, nəticədə Bakıda bir sıra ərazilərdə su basma oldu. Bəzi qəsəbələrdə hətta ekstremal bir su basma müşahidə edildi. Ümumi olaraq mart ayının 30 və 31-də də Böyük Qafqaz ərazisində, Kiçik Qafqazda, Gəncə Qazaxda və Naxçıvan ərazisində arabir yağış yağması, yağıntıların Gəncə Qazaxda, Kiçik Qafqazda, Böyük Qafqazda və Böyük Qafqazın şimal-şərqində Quba, Qusar, Xasmaz, Xızı, Siyəzən, eyni zamanda Şabran və Dağlıq Şirvan arasında yağıntıların leysan xarakterli intensiv olması ehtimalı var ki, bu da yenidən çaylarda sululuğun kəskin artmasına səbəb ola bilər. Bu barədə ümumi olaraq yenilənmiş məlumatların təlləri kanalda yayımlanacaq. Mart ayının artıq 31-i axşama doğru bu sistemin tədricən zəifləməsi ehtimalı olsa da mart ayının 31 günün ikinci yarısında bu sistemin yağıntı buludlarının Bakı-Abşeron arasında daxil olması nəticəsində Bakıda qısa müddətli yağış yağması ehtimalı var, şimşək də çaxa bilər. Aprel ayının 1-i və 2-sində Qafqazın cənubu Azərbaycan arasında hava temperaturunda artım gözlənilir. Lakin aprel ayının xüsusilə də birinci 10 günlük ərzində Aralıq dənizi rayonlarında və Qaradəniz ərazisində bir neçə
ekstratropik siklonların aktivləşməsi gözlənilir. Nəticədə bu siklonların ola bilsin ki, istiqaməti Qafqazın cənubuna doğru istiqamətlənsin. Nəticədə bu proses baş verərsə kanalda əvəzlə xəbərdarlıq məlumatları yayımlanacaq. Bugünlük bu qədər. Növbəti günlərdə atmosfer proseslərində gözlənilən ən son dəyişikliklər haqqında kanalda yenilənmiş məlumatların təhlilləri yayımlanacaq.